Niyə görə miras yaratdılar Dövlət Təhlükəsizlik Xidmətində? Bizə görə. Niyə Dövlət Təhlükəsizlik Xidmətinə maliyyə ayırırlar? Bizə görə. Hər şeyi Əlin Ağayev, Bazarkom, Əclaf, şərəfsiz Əlin Ağayev keçirdi biznesə. Əlin Ağayevin marağındadır ki, Məhəmməd Mirzəli danışsın. Əlin Ağayevin marağındadır ki, Məhəmməd Mirzəli danışsın. İndiyə qədərinə bir nəfər Azərbaycan hakimiyyətinə söhbət gedir ha. Gəlib demib ki, sənin nə dərdin var bala? Sən niyə söyürsən? Sözü deyə bilməzlər Tural. Hə? Nətər olur ki, mənim arxamcan 10 nəfər adam göndərib öldürməyə çalışa bilirlər. Bir nəfərlə kontaktına keçib sual verə bilməzlər ki, ay bala, nə istəyirsən? Sənin dərdin nədir? Biz səni eləmişik. Mənə o Şadlınski vasitəsindən söz göndərirlər. Əlin Ağayev nağarsa, söhbətə baxarsan, and olsun Allaha deyirəm. Bax, əzizlərimin canından da olsun ki, Azərbaycan hakimiyyətini İlham Əliyev üçün and içirəm. Mən Dövlət Təhlükəsizlik Xidməti üçün, polis üçün yox ha. İlham Əliyevin and içirəm. Bəlkə inanırsa inansın. Mənə zəng edib dedi ki, bir nəfər vasitəsindən, Fransız yaşayan bir nəfər vasitəsindən. Biz Əlin Ağayev neyini onu. Bunu eləyən sokarda, geçsin sokardan şirəsin. Amma mən İlham Əliyevə söz deyirəm. İlham Əliyev söylür ortada. İlham Əliyevin arvadı qalmayıb, qızı qalmayıb, maketin düzəldirlər. Eləyirlər, kim eləyirsə eləsin, Allah şinavan eləsin, onu demirəm mən. O insanlarla dil tapmaq lazımdır. O insanlarla yola gəlmək lazımdır. Eləyirlər də, Mehriban Əliyeva da nə olur olsun Azərbaycan qadınıdır, başa düşdün? Nə olur olsun, apart tulla söyləyin Azərbaycan qadınıdır. Sözüm onda deyil. Yəni, bütün hər şey edirlər ona. Əlin Ağayev bundan narahat deyil. Sözümün canı var. Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, nə bilim o bantizm, and olsun Allaha, deyirəm sən maraqlarında deyil. Adil Əliyevə sözünə sabah dalğıcan adam göndərib səni öldürməyə çalışacaqlar. Amma İlham Əliyevə sözünə Adil Əliyevin vezni olmayacaq. Yəni, sözümün canındadır ki, İlham Əliyev, and olsun Allaha deyirəm sən, qidalandırdığın insanlar səni müdafiə etməyəcəklər. Qidalandığın insanlar səni müdafiə etməyəcəklər də. Bunu aç qulağı eşit. Bəylər Əyibovdur, Əlin Ağayevdir, Gebkirlə İlham Əliyevin yanında deyirlər. Təhlükəlidir. Tural Sadıqlı təhlükəlidir. Məhəmməd Mirzəli təhlükəlidir. Onları öldürmək lazımdır. Ancaq belə danışıq verirlər də, İlham Əliyevə təqdim edirlər bizi. Nətər Siyavuş Novruzov nə dedi keçən dəfə çıxışında? Deyir ki, İlham Əliyev ola bilsin bağışlasın, amma deyir biz onları bağışlamayacağıq. Ay sən Siyavuş Novruzov, sən haram küçüksən? Sən kimsən? Bax, ona gəlmək istəyirdim mən. Məhəmməd, ona gəlmək istəyirdim mən. Bax, biz Əlin Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyində, TTX-nın içində də qeyrətli insanlar var, bilirəm mən. Sadəcə olaraq, yenə də başlarını salırlar aşağı, onlar TTX rəisi deyil, ya da ki, müavin deyirlər və bir şey də deyə bilməzlər, edə bilməzlər. Amma özləri də görür ki, DTX-da yaramazlıqlar var, hələlik səbr edirlər. Nəyi demək istəyirəm? Bax, bu Əlin Ağayevin yaramazlıqlarını, Ceyhun Şadlınskinin yaramazlıqlarını və yaxud da ki, Vilayət Eyvazovun və yaxud da ki, bu kimilərinin yaramazlıqlarını biz danışırıq. Azərbaycanda hansısa bir media qalıb ki, kimsə, heç əvvəl də danışmırlar. Media olanda da onlar haqqında kimsə söz deyə bilməzdi. TTX-nın rəhbərliyi haqqında deyə bilərdilər? Yox, biz deyirik. Və onlar bizdən yanıqlıdırlar həm də. Həm də bizim üzərimizdən çoxlu dövlətin büdcəsindən və qara yollardan pullar da alırlar. İnan ki, bax sənə buradan deyirəm, izləyicilər də bizi izləyirlər. Bax, İlham Əliyevə bu sözü çatdıra bilən kimsə də varsa, İlham Əliyevə də çatdırsın, o da bilsin ki, biz səhərsi gün ən barışmaz mövqedə çıxış eləyən bizlər çıxıb İlham Əliyevdən tənqidlərimizə görə və yaxud da təhqirə görə, nəyəsə görə çıxıb üzr istəsəydik, o Əlin Ağayevlər var ha, onlar yenə də deyərlər ki, yox, onlar vətən xainidirlər. Yenə də Əlin Ağayev, Bəylər Əyyubov barışmazdı. Deməzdi, yox, onları rahat buraxmaq olmaz. Niyə? Çünki bizim üzərimizdən həm də pul qazanırlar. Onları İlham maraqlandırmır, Mehriban maraqlandırmır. Yox, deyirəm, o İlham Əliyev, Mehriban Əliyev Əlin Ağayev üçün vozluqdur, mənasızdır. Nətəri? Şəxsən mənim Mehriban Əliyev haqqında danışmam, Əlin Ağayev səhifə deyə bilməm, cənab prezident məni söyür, məni tənqid edir. Cənab prezident sizi tənqid edir, sizi devirəcəklər. Sizi Tural Sadıqlı Məhəmməd, bizim nə maliyyəmiz var, bizim nə gücümüz var ki, İlham Əliyev devirək. Bizim hərəmizin bir kanalı var, çıxırıq, Azərbaycanda olan problemləri işıqlandırırıq, biz bunu boynumuza alırıq. Mir Şahin, mən Tural 2022-ci ilin sonlarında amma yoxa çıxmışdım, getmişdim, öz həyatımı yaşayırdım. Hətta sənlə belə oturduq bəzən o söhbət edik ki, bu Mir Şahin məndən nə istəyir? Yadına gəlir Tural. Söhbət edirdik də, biz ikimiz bunu sənlə ikimiz oturub söhbət edirdik. Mən 2003-2004 gördüm ki, məndən Azərbaycan mediası əl çəkmir. Bütün gün mənim haqqımda yazır. Dedim elə ki, yazırlarsa, məni unutmayıblarsa, elə qoy gəlin mənim çıxım danışım. Elə ondan sonra çıxdım, gəldim, qərar verdim danışmağa. Əgər bilmək istəyirsinizsə. Yoxsa mən sakitcə öz həyatımı yaşayırdım.
Görürəm ki, Azərbaycan hakimiyyəti deyir ki, Əlin Ağayev məndən əl çəkmir. Əlin Ağayev hər dəfəsində məni gözə soxmağa çalışır. Hər dəfəsində məni öldürülməyim üçün İlham Əliyevin dabru alır və İlham Əliyev papağım yerə salır. Bəs mən səbə öldürəndə deməyəcəklər Əlin Ağayev. İlham Əliyev, Azərbaycan hakimiyyəti, Azərbaycan. Deməyəcəklər Şeyin arvadı, Nahidənin həyat yoldaşı. Əlin Ağayev kül başına. Əlin Ağayev nə qədər nə əxlaqsız, şərəfsiz bir qiyət insandısa, öz arvadı belə ona güvənmir. Arvadı öz bacısı oğlun, qardaşı oğlun gətirib Əlin Ağayevin yanına suka kimi qoymuş ki, getsin suka versin. Əlin Ağayev birdən bazlığa gedər birdən qıraqda. Nahidiyə xəbər versin ki, xala Əli getdi bazlığa. Əli sən bazarkomsan, sənin səviyyən o nə deyirlər ona? O icra hakimlərindən yuxarı çıxa bilmirsən. Ay səviyyəsi, Duşovka, Bambılı. Mən Əlin Ağayev təklif edirəm. Onu deyirəm. Mən dövlət təhlükəsizlik xidməti deyəndə, baxın, dövlət təhlükəsizlik xidmətinin işləyənlərə səslənirəm. Mən Əlin Ağayev deyəndə mən sizi nəzərdə tutmuram, ha. Tural dediyi kimi, sizin sənəzinizdə qeyrətli insanlar var, vətənini, millətini sevən, bunu bir videomda bəhs etmişdim bundan. Sevən insanlar var. Amma Əlin Ağayev kimi oğraş, Əlin Ağayev kimi bir qiriyyət imkan verilməz ki, siz əl açasınız, rahat şəkildə dövlətinizi mühafizə edəsiniz. Əlin Ağayevin səviyyəsi yalnız icra hakimiyyətlərinə qədərdir. Ondan yuxarı qalxa bilməz bu şərəfsiz. Əlinin də ağası kimdir ki? Əlinin də Ceyhun Şadınskinin də ağası və bu vəzifədə onu saxlatdıran bəylər olubdur. Bəylər bu eyni klandılar, eyni tayfadılar. Ceyhun Şadınskinin atası Bəylər Əyyubovun dostudur. Əlin Ağayevdə də bəylərlə tapşırıq verir. O nə edirdi? İndi bəylər prezidentin daha birbaşa tapşırığını çatdıra bilmir DTX-ya. İndi də məcburdular və məcbur da olmalıdırlar. Fərid Əsgərovdan tapşırıq alsınlar. Və Fərid də cəsarətli olsun, hünərli olsun və qorxmasın. Arxasında onun Mehriban Əliyeva dayanıb, bu sir deyil ki, sənə də bu səlahiyyəti veriblər də. Gedir Əli, əz bunların başına. DTX-nı da təmizlə. Necə PTX-nı təmizlədin, təmizləyirsən, o proses gedir. Mən şəxsən alqışlayıram. Nə olsun İlham Əliyevi qoruyanlardır. Təkcə PTX-da olanlar İlham Əliyevi qorumaqla məşğul deyil. Dövlət Mühafizə Xidmətinin nə qədər işçiləri var, nə qədər gənclər var, idmançılar var, bəylər, onun qardaşı Rafiq. Onların başına nə oyunlar açıbdır, işdən çıxartmalar, kimləri öldürtmələr, torbalarını tikmələr. Nelər adamlar var, indi məndən danışırlar, yazırlar, amma çıxıb onları mən danışmıram, çünki ailələrinin təsir altında saxlamaq istəmirəm. Bəylər kimlərin evlərini yıxıbdır. Hələ mən uzaqda qala mənim burada öldürtməyə çalışır və orada da əmmimi həbs elətdirib, təhlükə altında yaşadır, orada Azərbaycanın yaxınlarımı. Yəni ona görə də bunların başı əzilməlidir. Deyirlər, dinsizin öhdəsindən imansız gələr. Bax indi Fərid Əsgərov nə edirsə haqq eləyir.